İşğaldan azad edildikdən sonra Xankəndi şəhərində ən qısa zamanda yeni təhsil ocağı quruldu. Ötən il sentyabr ayında istifadəyə verilən təhsil ocağı qısa zamanda yüksək nailiyyətlər əldə etdi. Bugün məktəbin həyətində uşaq səsi, sinif otaqlarında isə bilik və ümid var. Ən müasir standartlara uyğun yenidən qurulan məktəbdə təhsil üçün bütün infrastruktur yaradılıb. Geniş və işıqlı sinif otaqları, müasir avadanlıqlarla təchiz olunan fənn kabinetləri, laboratoriyalar, idman və akt zalları şagirdlərin həm təhsilinə, həm də dünya görüşünə xidmət edir. Burada hər detal gələcəyin savadlı, vətənpərvər gənclərinin yetişməsi üçün düşünülüb. Artıq ikinci tədris ilidir ki, biz Xankəndində müəllim kimi fəaliyyət göstərirəm. Böyük qürurdur. Yəni bu qüruru nə sözlə, nə qələmlə, nə heç nə ilə sizə mən çatdıra bilmərəm. Böyük qürurdur. Qarabağ torpağındayıq. Xəyallarımızın reallığını yaşayırıq. Yuxularımızın reallığını yaşayırıq. Analarımızın, babalarımızın dualarının reallığını yaşayırıq. Böyük bir qürurdur. Qarabağ torpağında attığımız hər bir addım sanki ömrümüzə, günümüzə gözəl bir günlər kimi keçirir. Yəni şagirdlər artdıqca Qarabağda, Xankəndində insanlar Azərbaycanlıları gördükcə, onların yaşayıb yaratdıqlarını gördükcə biz daha da fərəhlənirik. Tədris etmək üçün, dərs keçmək üçün, uşaqları öyrətmək üçün daha da həvəslənirik. Məktəbdə təhsil alan şagirdlər isə bu şəraiti böyük sevinclə qarşılayırlar. Onlar doğma Xankəndidə, azad torpaqlarda oxumağın qürurunu yaşayır, dərslərdə vətənə sevgi, dövlətə bağlılıq ruhunda tərbiyə alırlar. Siniflərdə dalğalanan üç rəngli bayraq, divarlarda əks olunan milli mənəvi dəyərlər bu ruhu daha da möhkəmləndirir. Mən Xankəndində yaşayıram, Xankəndi şəhərində təhsil alıram və Xankəndi mənim ata-baba yurdumdur. Burada həqiqətən çox xoşbəxtəm. Burada təhsil almaq, burada mənim məktəbim, dostlarım və xatirələrim var. Mən Xankəndi şəhərində, Xankəndi məktəbinə gedib gəlmək həqiqətən çox qürur vericidir. Mən böyüyəndə vətənimə sadiq qalmaq və vətənimi qorumaq istəyirəm və Allah şəhidlərimizə rəhmət eləsin. Mən 4-cü sinifdə oxuyuram və burada yaşamaq çox gözəldir. Bax, məktəbə gəl. Xankəndinin hər bir küçəsi xatirələrlə doludur və məktəbdə dostlarımla, müəllimlərimlə qəşəng günlər keçirirəm. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb bugün təkcə bir təhsil ocağı deyil, həm də azad edilmiş torpaqlarda qurulan yeni həyatın, gələcəyə inamın və milli qürurun rəmzidir. Burada yetişən hər bir şagird Azərbaycanın sabahı üçün atılan möhkəm addımdır. Könül Kazımova, Şamxal Adgözəlov, Həcər Həsənova bugün informasiya proqramı üçün.